Sevinç var mı? Ay Sevinç. Bir tane söndüreriz onu. Uşaqlar, diqqətiniz məndə olsun. Riyaziyyat xasıdır, boş elm butasıdır. 9 rəqəm 1-0, onun əlifbasıdır. Bax, bu birdir belə, necə oxşayırlar. Bir oxşu tamaşa ilə, ki boyunları 2-dən sonra gələn 3-dür, bilirsən isə 2 adım dairəyə qoşulubdur bir yerə. 4 isə işdən çox bilsək sanki oxdur. 5 çıxınca vərəqə, başladı oynamağa, əlin sağa uzatdı, qıçını belinə çatdı. Qıfıla bənzəyir 6 rəqəmi, bir gəlçiloldur, bir dəyir. 7 isə təkəkdir, elə bil ki çolu əziz bağırdı, yendi, elə bil ki səssizdir. 9 bilərsən gələ, sevikdir əkrabat tək, başı aşağı dursan dönür balta olar. Əyləşin. Hamı diqqəti məndə olsun. Əvvəla bütün gələn qonaqlara, 2 nömrənin kollektivinə, bağçanın müdiriyyəti, bütün kollektiv adından öz təşəkkürümü bildirirəm. İndi uşaqlar, sizin diqqətiniz məndə olsun. Bizim bugünkü məşğələmiz, uşaqlarımız da öncə qeyd elədi, riyaziyyat məşğələsidir. Bugün biz 20-yə qədər ədədləri düzünə və tərsinə saymaq, 10 dairəsində uşaqlarla toplama, çıxma əməllərini yerinə yetirəcək və uşaqlar şifahi məsələlər quracaq, bir də qruplarla iş aparacaq. İndi hamının diqqəti məndə olsun uşaqlar. Kim 20-yə qədər saya bilər? Ceyran dursa qızım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 1, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Ayşen durup saysın. Biraz ucadan say Ayşen. 1, 2, 3, 4, 5,
Məmməd Əli, dur, sən say gör. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, Yox, 15, 16, 16, 17, dedi, 17, 18, 19, 20. Uşaqlar kim tərsinə sayar? Dur Murad. 20, 19, 18, 16, Yox, 17, 18, 16, 16, 15, 14, 13, 12, 11, 19, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Ay, sağ ol. Dursun Nəzrin qızım saysın. Tərsinə say Nəzrin. 19, Yox, qızım, 20-dən başla. 20, 19, 18, 17, 16, 15, 14, 13, 12, 11, 19, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Eşindir, sən say görüm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Ay, sağ ol. İndi uşaqlar hamının diqqəti burada olsun. Bax, hamımız bura baxın uşaqlar. Baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Ay, sağ ol. Deməli, gördünüz uşaqlar, 20-yə qədər rəqəmləri siz düzlərə, tərsinə də saydınız. İndi uşaqlar hamının diqqəti bax burada olsun. Bax, hansı gündür uşaqlar? İndi sayalım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Neçə nərgiz gün oldu? 10. Neçə oldu əmələ gəldi? 1 oldu. İndi qulaq alsın. 12. Yox, ondan sonra 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. neçə oldu? 20. İki oldu. Neçə oldu var? İki oldu. 2 oldu var 20-də. İndi bax uşaqlar, yenə siz diqqətlə monitora baxın. Bax uşaqlar, burada rəqəmlər göstəriləcək. Birinci onluqdan çox, əgər ikinci onluqdan azdırsa, birincidən çox tərsinə sayarsınız. Əgər birinci onluğun tərkibindənsə, düzünə sayarsınız. Əfsanə dur say görün, bu neçədir? 18, Tərsinə say. 18, Hə. 18, 17, 16, 15, 14, 13, 12, 11, 19, 8, 7, 6, 5, 4, 3, 2, 1. Ay, sağ ol, sonra. Sənan saysın. Sənan bu neçədir? 2, Ardını say. 2, 3, Siz 4, deyin. 5, 6. Hə, sonra say da dalını da say. 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Ay, sağ ol, əyləş. Dursun Aysun. Aysun, neçə rəqəmidir bu? Neçədir bu? Yerində say elə qızım. Neçədir? Ardını say. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Ay, sağ ol. Sonra Ayşən dursun görüm. Yerində elə Ayşən. Bu neçədir qızım? 16, İndi 16 olanda tərsinə sayırsan. 16, 17, Yox, tərsinə. 16, 15, Ay, sağ ol. 14, 13, 12, 11, 19, 8, 7, 6, 5, 4, 3, 2, 1. Ay, sağ ol. İndi uşaqlar, hamının diqqəti məndə olsun. Bax, qulaq asın uşaqlar. Gecələri yatmaz o. Sümük versən, qapmaz o. Evdən qovsan, getməz o. De, hansı heyvandır o? Nədir uşaqlar? Gitti. Uşaqlar, it harada yaşayır? Həyətdə, damda yaşayır. Uşaqlar, it nə edir? Ay, sağ ol. İtin balasına nə deyirlər? Bəs uşaqlar, itin faydası nədir insana? Ay, sağ ol. Uşaqlar, it nəyi gəmirməyi sevir? Sümük. Bax uşaqlar, baxın, necə it var burada?
burada? 2. Neçə sümük var? İndi bölün görün, hər itə neçə sümük düşər? 2 sümük düşər. Ay, sağ ol. İndi bax, qulaq asın uşaqlar. Stolun üstündə 6 fincan var. Fincanlardan ikisi sındı. Neçəsi qaldı? 4. Bax, uşaqlar, neçə yeşil alma görürsünüz burada? 6. Bax, uşaqlar, Günəş komandası 6 yeşil alma yığdı. Sonra Ulduz komandası 2 yeşil alma yığdı. Ay komandası 2 yeşil alma yığdı. 3 komanda cəmi neçə yeşil alma yığdı? Ay, sağ olun. İndi uşaqlar qulaq asın. Bir sərçə qondu, səhər eyvana, yaşar gətirib, dən verdi ona. Üçü də gəldi, eylədi cik-cik, biz də gəlmişik. Tapın uşaqlar, neçə sərçəyə dən verdi yaşar? Deməli uşaqlar, birinin üstə 3 gələndə nə edər? Bir gün gəzməyə getdi, ayının 5 balası. Biri yaman dəcəldir. Neçə sağıllıdır? 5-dən bir çıxanda nə edər? Neçə edər? 4. Hamız göstərimdə 4. 5 dəftərdən 3-ünü bağışladım Gülşənə. Neçəsi qaldı mənə? 2. Kirpi meşədən evə çoxlu alma gətirdi. 4-ü səbətdə gəldi, biri belində gəldi. Kirpi meşədən evə cəmi neçə alma gətirdi? 4-ün üstə bir gələndə nə idi? Neçə idi? 5. Anaya evladları güldən dəstə gətirdi. 3-ü qırmızı gül, 2-si sarı gül. Sayın gül dəstəsində neçə çiçək var idi? Yox, qızım, neçə? 3-ün üstə 2 gələndə neçə idi? 5. İndi uşaqlar, hamının diqqətlərində olsun. Bax, indi kim uşaqlardan necə istəyir, hansı əşkil məsələ qura bilər? Mən. İbrahimli Muraddır, mən demə. Mənim 5 sincabım var idi. 5-ini də Elif verdi. Mənim cəmi neçə sincabım oldu? Aa, sağ ol. Sonra kim qurar? İşin dur görüm. Mənim 5 var idi. 5-in də atam aldı. Mənim cəmi neçə topum oldu? Neçə? Aa, sağ ol. Sonra kim qurar? Nəzirim dur görüm. Atam mənə 4 qələm aldı. Məhməd. Birində bacım verdi. Mənim cəmi neçə qələmim oldu? 5. Əfsanə dur, sən qur görüm. Stolun. Stolun üstündə 4 fincan var idi. İkisi stolun üstündə neçə fincan qaldı? 2. Aa, sağ ol. Sonra Muxtarlı Murad, dur sən qur görüm. Mənim 5 dəftərim var idi. 3-ünü də qardaşım verdi. Mənim neçə kiçik dəftərim oldu? 8. Aa, sağ ol. Sonra kim qurar? Hədicə dur sən de. Mənim 5 broşkam var idi. Broşka demədi ama 5 dənə sancağım var idi. Ha, sağ ol. Hə, de qızım, de. 5 broşkam var. Hə, gəl. İkisini də bacım verdi. Mənim cəmi neçə broşkam oldu? Neçə oldu? 7. Aa, sonra kim qurar? Dur görüm Ayşə. Kimdi o? Hə, Mənim hə, 4 hə. Biraz tez elədir, tez. Mən 4 topum var idi. Hə, Birini Rahat gəlir. bacıma verdim. hə. Mənim cəmi neçə? Yo, birin bacıya verim də cəm olmur. Neçəsi qalır, azalır. 4 topum var idi, hə? Birin bacıya verdim, neçəsi qalır? 3. Verəndə azalır, amma alanda çoxalır. Sonra kimdir məsələ qurar? Sonra kim deyər? Fərid səndi görün. Mənim 3 topum var idi. İkisi pısıdır. Mənim Neçə qaldı? 3 topum var idi, neçədir pısıdır? Hə, 3-dən ikisi pısıdır. Neçəsi qaldı? biri. Biri gözlər, bir. Ha, gördünüz Fəridin məsələ. Hə, Leyla, dur sən dur görüm, hadi. Mənim 5 topum
topum var idi. Beşini də bacım verdi. Mənim cəmi neçə topum oldu? 10. Hə, indi Vaqif vursun görün. Biri də Vaqif desin də, dur Vaqif. Hə. Bir görün Vaqif, buradan nə istəyirsən de. Bir də. Mənim neçə topum var idi. Birində qardaşım verdi. Mənim cəmi neçə topum var? Hə, neçə? 3, birində üstə gəldik. Bax Vaqif, 3 dənə ayır buradan. 3 dənə ayır. Buradan, buradan. Buradan, yuxarıdan. 1, 2, yox, bax, bax. Bax, say. 1, 2, 3. Hə? Birində qardaşım verdi. Neçə top oldu? Say. 1, 2, 4. Ay, sağ ol, 4. İndi uşaqlar, hamı qalxsın ayağa. Gör, biraz idman eləyəlim. Hamı diqqəti məndə olsun. Ən çox meyvələr hansı fəsildə dərilir, yetişir, yığılır, almadır, heyvadır, nardır, hansı fəsildə? Payız. İndi gedirik bağa meyvə yığmağa. Bax, yığın görün meyvə. Bax, yığdıq. Yaşıldır yarpaqları, qızıldır yanaqları. Qızıl əhməd alma. Əsasən hansı bölgədə yetişir? Yenə gedirik bağa, meyvə yığmağa. Uşaqlar, dənələri tuş, şirin və meyxoş. Nar hansı bölgədə yetişir? Göyçayda. Yenə gedirik bağa. İndi ən gözəl səfalı yerə gedirik. Ağ alma, məskəni haradır, əsas harada yetişir? Qubada. Yenə gedirik bağa. Uşaqlar, vitamin C ilə zəngin. Uşaqların ən çox sevdiyi mandalin, apelsin, limon, Xədicə. bölgədə yetişir. Xədicə. Uşaqlar, Xədicə. çoxlu Arxaya dur. vitamin əldə etmək üçün nə yemək lazımdır? Yiyin görün. Başlarım gömrüyümü göstərim. Çoxlu vitamin əldə etmək üçün nə içmək lazımdır? Şirə. Ay, sağ ol, əyləşin. İndi uşaqlar, kartlar paylayıram sizə. Hamının diqqəti məndə olsun. Yavaş yavaş. Çevrilin, oturun. Yavaş yavaş. Sakit əfsanə. Hələ başlamırsınız. Qulaq asırsınız mənə. İndi hamı diqqəti məndə olsun uşaqlar. Bax, qarşınızda həndəsi figurlar var. Sizə ağ kartlar vermişəm. Birinci sərgəyə, birinci sıraya, 3 sıraya, 3 dənə dairə düzürsünüz. 3 dairə, başlıyor. Ağ sərgəyə, siz kub düzürsünüz, siz kvadrat, siz üçbucaq. Elə yoxdur, yavaş yavaş, tam yaşanacaq. Düzü görün. Sakit. Şimdi baxacaq. Sakit, sakit. Düzü qutardınız? Biz qutardık. Sakit, sakit, sakit. Hə. Hamı qutardı? Mən qutardım. Hə, indi saxladıq. Qulaq asın. Birinci gəlirik biz Günəş komandası. Neçə dairə var burada uşaqlar? Sizdən soruşmuram ha. Bəs neçə kub var? 2. 3 üstə 2 gələndə nə idi? Neçə idi?
5 dənə həndəsi fiqur var. İndi gələk ay komandasına. Uşaqlar, neçə dairə var? Bəs bu hansı fiqurdur? Kvadrat. Bax, 5 dənədir. 5-dən 2'sini çıxdım. Neçəsi qalır? 3. Gəldik ulduz komandasına. Neçə dairə var? 3. Bu hansı rəngdir? Mavi rəng. Bənövşə. Uşaqlar, bu nədir? Bax, indi 5'dən 2'sini çıxıram. Neçə qalır? 3. Sakit yanır. Afərin uşaqlar, hamınız bildiniz, düzgün yerinə yetirdiniz. 5 dənə həndəsi fiqurdur. Sakit, sakit, sakit yığına. Bana yetdi. Sakit, uşaqlar. Hə. İndi uşaqlar, hamının diqqəti məndə olsun. Görək kim gəlir bizə qonaq? Kim gəlir ay uşaqlar? Gəlsin görək Tıktı xanım nə gətirib bizə? Gəl ay Tıktı xanım, xoş gəlmirsən. Nə gətirmirsən Tıktı xanım? Bu nədir? Sehirli sandıq. Sehirli sandıq mücrü. Nə var içində? Uşaqlara gətirmirsən. Nə var içində? Hə? Demirsən, hə? Uşaqlar, Tıktı xanım demir. Deyir ki, sandığı açın, özünüz görün görək. Sandığın içində nə var? Siz bilmirsiniz ki, sandığın içində nə var? Bilirsiniz? Hə. Bax, uşaqlar, buyur mən baxım. Bax, uşaqlar, sandığın içində nə var? İndi mən sizə git stol götür, otur qızım, bax sənə Tıktı xanım. Bax, qulaq atın uşaqlar. Tıktı xanım gəlib ki, Tıktı xanıma kömək edəsiniz. Bax, burada bağçalardır. 6 dənə bağçadır. Buradan misallar var. Siz bu misalların cəmi açarları Tıktı xanım qoyub bura, mücrünün içinə. Mücrünün içindən həmin açarların nömrəsin, misalın cavabını tapmalısınız ki, bağçanın qapıları açılsın. Tıktı xanım o biri bağçalara da getsin. Görək o biri uşaqlar hansı biliklər əldə ediblər, nə bilirlər. Bildiniz uşaqlar? İndi diqqətlə qulaq asın ki, Tıktı xanım görsün ki, 3 saylı bağçanın uşaqları necədirlər, nə bilirlər. Gedib o biri bağçalarda desin. Bağçalar bağlı. Elə bu ki, düz gəlmir baxmayacaq. Bu maraqlıyım. Necə kontrol edək, hayır. Biraz göz getirir her şey ama. Sakit durun uşaqlar. Kaçın olmaz. Ha görün. 3. Az sağ ol. İkisini de üstə gəl. Birini də gəl də 5 olsun. Sağ görün. Neçə oldu? Üçün üstəki neçə eləyir? 5 oktyabr hansı bayramdır Aysu? Bir dənə şeirdi görək müəllimələrə. Hörmətli müəllim, hər şeyimdə yerim var. Hər çatda, hər səhərdə sənin meyvələrim var. Əslini alsam, cürüt səs olmaz. Sən də qabıda ya da yarmaya tapmaz. Sağ ol, keçərlər. Sonra kim gələr? Əfsanə gəlsin. Gəl bura, Aysu, işıq yandırar. Bəs sən 5'i tapdın, 5 nömrəli açar da tapdan ki, qapıları açar. Mən görək, hamısını çevirin. 5 nömrəli açar hanım. Göstər görüm uşaqlara. Ay, sağ ol belə. Ay, sağ ol. Əfsanə, gəl görüm. Bu tərəfdən gəl Əfsanə. Bax, Əfsanə, bu neçədir? 3'ün üstə 3 gələndə neçə eləyir? 6.
Aa, sağ ol. Göster görün burada. Üçün üstü üç gel görün. 3 de gel üstə. Aa, sağ ol. 6 noyabr bizim hansı milli bayramımız idi? Qurban bayramı. Hansı bayram idi uşaqlar? Qurban bayramı. Hə. Allah yolunda qaza dövlətinin malını, ürəyindəki iman nurlandırar yolunu, mərhəmətlidir Tanrı, Hadi. günahlardan keçəndir, o yaşlıları pisdən ağlayandır seçəndir, yaradan qəlbimizə ilahi nur eləsin, verdiyiniz qurbanı Allah qəbul eləsin. Keçəylər. Sonra kim gələr? Sonraki Ceyran gəlsin. Ceyran bu neçədir kızım? 5. Bu neçədir? 5'in üstəki gələndə neçədir? Sağ görün 5 dənə. 5. Üstünə 2 də gəl. Aç. Sağ görün neçə oldu? 7 nömrəli açar tap oradan. Ay, sağ ol. Göstər uşaqlara. 7. İndi Ceyran, bir həftədə neçə gün vardı görüm? Sağ görüm. Bazar ertəsi, Əfsanə. çərşənbə axşamı, cümə axşamı, çərşənbə. Yo, bir də sağ. Bazar ertəsi. Bazar ertəsi, çərşənbə axşamı, Yo, çərşənbə. çərşənbə, Hə, cümə axşamı, hə. cümə, şənbə, bazar. Sən sağ görüm Xədicə həftənin günləri. Bazar ertəsi. Ayağa qalx. Bazar ertəsi, çərşənbə axşamı, sərşənbə, cümə, şənbə. Cümə axşamı, cümə. Cümə axşamı, cümə, şənbə, bazar ertəsi. Bazar, bazar. Bazar. Ay, sağ ol, əyləşin. 7 gün var da, bir həftədə 7 gün var. Sağ görüm. Bazar ertəsi, çərşənbə axşamı, sərşənbə, cümə axşamı, cümə, şənbə, bazar. Ay, sağ ol. İndi sonra gəl, Ayşə sən gəl görüm. 4'ün üstə 4 neçədir? Deyir, burada say, burada. 4 dənə say, üstünə 4 də gəl. Ay, sağ ol. 4 də gəl üstə. Qulaq asın uşaqlar. Neçədir? Sağ görün, sağ gör cəmi neçə oldu? Ay, sağ ol, 8 nömrəli açar ta. Göstər uşaqlara. 8 mart hansı bayramdır Ayşə? Qadınlardır. İndi bir dənə qadınlara, analara şeirdi görün. Hə. Bir də bir dənə. Əziz ana zamana, mənim mehriban anam, ötküncə bizi səndən söz aslanına, qəhrəmanlar anası, sevimli əziz qadın, bizim azad vətənlər qoşa çəkilir adım. Ay, sağ ol. Sonra kim gələr? Gəl Xədicə. Neçədir Xədicə? 7. 7'nin üstəki neçə edir? Sağ görün, burada sağ çək. 7 dənə çək, üstünə də 2 gəl. Biraz tez-tez. Uşaqlar, qulaq asın. Hə, 2 də gəl üstə. Neçə elə? Ay, 9 nömrəli açarı göstər görün uşaqlara. Göstər. Göstər də uşaqlara. 9 noyabr nə günüdür? Nə günü qeyd etdik? Bayram. Ay, Səlbətdən bir dənə de görüm. Bu xalqın tarixi bir məsadət, qolcaq qandallıca azadət, bir çərək sənən bayram, dairəməz deyən Rəsulzadət. Sonra kim gələr? Bizim balaca Leylamız gəlsin. Leyla, bu neçədir qızım? 5'in üstə 5 gəl görək burada neçədir Leyla? Beş. Üstə 5 də gəl. Hə. Neçə elədi Leyla? 5'in üstə 5 gəldi. Neçə elədi?
Ay, sən 10 nömrəli açar görüm. Göstərdi uşaqları. Bax, uşaqlar, 10 nömrəli açardan Leyla tapdı. 10 may nə günüdür, Fərid? Heydər baba anadan oldu. Yeni şiirdi görüm Heydər babaya. Ulu önden vatanın dağıtırında onun dağına taktım. Tüfenli bayrağımı zirvelere uzattım. Yurdumuzun üstüne doldum kara çocuğunu. Mahvolmaktan korudum. Klas ettin ölçeni. Çaylanan ölçemiz. Düz ısrara okşar. Ödün olmasam bela. Emellerin yaşayın. Ay, sağ ol. Tıktı xanım, uşaqlarımız bütün misalları tapdı. Açarlarla bütün bağçaların qapısı açıqdır. Gedib uşaqların tədbirində iştirak edə bilərsiniz. Uşaqlarımız sizə kömək etdi. Orada o silah bunu silərsən. O bir pəncərəyə qoymuşam. İndi hamı diqqətli uşaqlar məndə olsun. İndi uşaqlar biz qruplarla iş verəcəm. Qruplarla iş. Sakit. Hələ qulaq as. Hədicə. Sekizde sama yapıştıracağım müəllim dedi. Sakit. Allah müəllim dedi ki, mən də o Xədicə kəsince mən yapıştıracağım. Üçüncü komandanı Qoyucu olarak sen de uyursun. Billah bu komandanı kaptan verəcək. Bir dənə bax, siz çəkirsiniz, üç bucaq. Siz dairə. Siz də düz bucaqlı. Tez kəsib yapışdırırsınız. Kim tez tutardı, bayrağı birinci qaldırır. Hə. Sakit. Hə. Kəsərən kaptan bu kaptan. Kaptan Muraddır, əfsanədir. Biz. Hələ görək, ya. Bir gözləyək. Hələ gözləyək. Şimdi baxaq uşaqlar. Birinci Günəş komandası qutardı. Alqışlar. İkinci Ay komandası, alqışlar. Üçüncü də Ulduz komandası, alqışlar. Sakit. Zərər yox. Əş komandası. Xədicə, diqqətin burada olsun. Qoy bura. Dəymə. Hansı komanda qutardı? Günəş komandası qutardı. İkinci hansı komanda qutardı? Ay komandası qutardı. Günəş komandası hansı figurdu bu? Bəs Murad bu siz düzəltdiniz. Ay sağ ol. Bəs bu? Dairə. Aydan de görüm hansı əndəsi figurlar tanıyırsan? Aydan. Kvadrat. Dur da ayağa dur. Kvadrat, dairə, üçbucaq, Hə. oval. Ay sağ ol. Sonra Aydan sən dur da görüm hansı figurlar tanıyırsan. Aydan. Dur görüm. Sakit. Sən bilirəm ki, qoy figurlar tanıyırsan. Hə, de görüm Aydan hansı figurlar tanıyırsan. Dur da ayağa. Hə. Bir də. Dairə, Ay sağ ol. Sonra. Ay istəyir. Hə. oval. Əyləş. İndi uşaqlar, gəlin qiymətləndirəyim. Birinci hansı komanda qutardı? Günəş komandası. Ən yüksək balımız 5'dir. Birinci qutaran komanda uşaqlar, siz dümürsə, neçə bal verək bunlara? 5. Neçə bal? Ay, sağ ol, yaxşı əl açıq uşaqlar. 5 bal. Bəs uşaqlar, ikinci qutardı Ay komandası, İbrahimli Muradın komandası. Bəs
neçə bal verək, siz deyin görün. Yox, 3 verməyək də, neçə verək? 5. Yox, 5 birinci qutarıb. 4. İkinci qutarıb gəlin, neçə veririk? 4. Laf azı sizə verin. Laf fazla sizə verin. Sizə verin. Bəs uşaqlar, əfsanənin komandası, əfsanə özü fəal uşaq. İndi işin icrası da gec dolar, tez dolar, o demək görür ki, onlar zəifdir. Onlar da fəal uşaq, hamımız fəalsınız. Ulduz komandası nə düzəldir? İndi siz görün, Ayla Günəş komandası. Onlara neçə bal verək? İndi uşaqlar, qulaq asın. Günəş komandası neçə bal? 5. Alqışlayaq. Ay komandası 4 bal. Alqışlayaq. Ulduz komandası 3 bal. Alqışlayaq. Şimdi uşaqlar, işığımız yanmır, mən sizə şifahi deyəcəm. Dairəyə nə oxşuyur uşaqlar? İşıq nə oxşuyur? Yox, sonra yol hərəkətin qaydalarından nə oxşuyur? İşıqfor. İşıqforun neçə işıq olur Murad? 3. İşıqfor nə üçün lazımdır Xədicə? Şimdi hamının diqqəti məndə olsun uşaqlar. Bax, sakit qulaq asırsınız. Hansı işıq yanında keçmək qadağandır? Qırmızı, sarı, yaşıl. Qırmızı. Yolu keçərkən birinci hansı istiqamətə baxmaq lazımdır? Sol, sağ, qabağa. Sola. Ay, sağ ol. Uşaqlar, piyada gedərkən hara ilə getməlidir? Səki ilə, yoxsa yolun qırağı ilə? Hara ilə getməlidir? Bəs uşaqlar, düz bucağa nə oxşuyur? Baxın. Stol. Ay, sağ ol. Sonra bax uşaqlar, bizim bayrağımız hansı formadadır? Murat, qulaq as. Bayrağımız düz bucaq formasındadır uşaqlar. Uşaqlar, hər bir millətin, hər bir dövlətin, hər bir xalqın öz bayrağı var. Bütün idman yarışlarında qalib gələnlər hərə öz bayrağı ilə tanınır, öz bayrağını qaldırır. İndi siz mənə qulaq asın. İslam dinin bayrağı hansı rəngi bildirir? Mavi, qırmızı, yaşıl. Yaşıl rəngi bildirir. Gerbimiz neçə güşəlidir? 8, 9, 11. Neçə güşəlidir? 8 güşə. Neçə rayonumuz işğal olub ay uşaqlar? 11. İndi qulaq asın bizə. Hamı vətən, o nədir ki, bax, ona ikinci ana deyirik. Ondan pay olmaz, satılmaz. Nədir o? Vətən. Biz vətənimizi nə üçün çox sevirik uşaqlar? Azərbaycan varlı ölkədir. Azərbaycanda yaşayırıq. Yoxsa ulu Azərbaycan, ulu babalarımızın, əcdadımızın vətənidir. Torpaqdan pay olmaz. Torpaqdan pay olmaz. Bəs üç bucağa nə oxşuyur uşaqlar? Evin damı. Ay, sağ ol. Evin damı üç bucağa oxşuyur. Bizim evin damı düz bucaq. İndi hamı dursun ayağa. Hamı dursun ayağa. Hə, başlayaq yenə idman eləməyə. Uşaqlar, kim görür? Kəndçilər toxumu necə səpirlər? Kəndçilər, taxılı belə səpirlər. Uşaqlar, kim görür? Kəndçilər taxılı necə bitirlər? Kəndçilər, taxılı belə bitirlər. Kim görür? Kəndçilər taxılı necə döyürlər? Kəndçilər, taxılı belə döyürlər. Kim görür? Kəndçilər şənliyi necə edirlər? Kəndçilər, şənliyi belə edirlər. Ay, sağ olun. İndi qulaq asın uşaqlar. Qulaq asın. Bizim vətənin keşiyində kim dayanır? Vətənimizi kim qoruyur? Əsgərlər. Əskər. Gedin görün.
deməli, sülhü qoruyur, vətənimizi qoruyur. Bir dənə sən də görüm əskərlərimizə. Sülhə qurban kəsərəm, mən qan istəmirəm, təzətar yerə billik, xiyaban istəmirəm, sevindisi milləti, qoy sülhün şad xəbəri, ümid sərər çalsa, Azərbaycan əskəri. Sağ ol, əyləşin. Ben buradan gidelim de oldu. Figurları ver onda. Eşki üzü bu tərəfə çörür, hamının üzü bu tərəfə uşaqlar. Baxın uşaqlar, bu hansı hədiyyəsi figurdur? Lindir, kut, kürə, Bunlara hansı hədiyyəsi figurlar deyirlər? müstəsdə, Yox, fəza, fəza figurlarıdır. üç bucaq, Baxın bu nədir? bucaq, Ceyran bu nədir? dairə, ova, Yox, o biri. üç bucaq, ova, Kvadrat. Bəs bunlar hansı həndəsi figurları adlanır? Müstəvi figurları adlanır. Bax uşaqlar, silindirdir, kürəcikdir, ondan sonra kubdur, bunlar fəza figurlarıdır. Dairə, üç bucaq, düz bucaq, kvadrat, dairə, bunlar müstəvi figurlarıdır. İndi uşaqlar, qulaq asın, mən sizə əvvəl hamuz eləmişdim, amma ona vaxt çatmır yoxlamağa. Ona görə də hər qrupa bir dənə test işi verəcəm. Sakin, sakin. Mən deyəcəm sonra. Qurqa, sakin. Kömək edin, o bir sakin. Yürüz, kömək. Qulaq asın, Murat, uşaqları özündən başa salırsan. Bax uşaqlar, birinci, fəza figurları da var orada, müstəvi figuru da. Fəza figurlarının üstündən xət çəkirsiniz. Murat, göstər uşaqlara da qoy bilsinlər, hamı bilsin. Bax, hamı görək. Müəlliməm, Pardon, əlini qoy qalsın. Sakin, sakin. Sakin. İndi qulaq asın uşaqlar. Bura baxın yenə, monitora baxın. Murat, qulaq as, bura bax. Bunlar nədir uşaqlar? Neçə top var Aysu? Uşaqlar 3 tək rəqəmli cüt. 3 təkdir cüt. Təkdir. Bəs bunlar neçə alma var uşaqlar burada? Təkdir cüt. Neçəli non var? Təkdir cüt. İndi uşaqlar, cüt əşyaların üstündən xət çəkirsiniz. Cüt. Hansı əşyadan 2 dənədir, 4 dənədir, cüt əşyaların üstündən 1 dənədir, 3 dənədir, bunlar təkdir, düz. Mən bilməm, çəkin. Sakit, sakit, sakit. Həll elədin, sakit yanım. Cüt əşyaların üstündən. Hə. Mən bilmirəm, cüt əşyaların üstündən. Sağ gör, hansından cüt üstündən xət çəkin. Tarbuz. Tarbuz sizdə. İndi yenə qulaq asın. Hamınız diqqətlə yenə baxırsınız monitora. Uşaqlar, bu neçə rəqəmdir? 5-ə qonşu rəqəm neçədir İbrahimli? Qonşu rəqəm. Neçədir uşaqlar? 5 neçədir? 7 qonşu rəqəm neçədir? 8 Yox. 8 və 6. Bu neçədir? 3-ə qonşu rəqəm neçədir? Neçədir Ayda? 3-ə qonşu rəqəm neçədir? Bir görün. Ay, sağ ol. İndi 5-ə qonşu rəqəmlərin üstündən xət çəkirsiniz. 5-ə qonşu rəqəmlərin üstündən xət çəkirsiniz. İbrahimli Murat bunların hamısını əla bilir. Görün necə? Hə, otur. Bu tarafı ver İbrahim'in bakın işine görün. Ay komandası ama ben biraz alttan sileyim. Bak sevinç verirler, düz eləyib. Bunu da düz eləyib, 4'dən 6'ını ver.
Muratgil'in komandasına. Sonra uşaqlar. Sakit, sakit. Baxaq bu komandaya görün. Kapitan Xədicədir. Günəş komandası düz çəkib hansı figurdur? Ay, sağ ol. Cüt əşyalara düz çəkib 4 ilə 6. Bu da düzdür. İndi baxaq, görək. Ulduz komandası. Kapitan əfsanədir. Kızlar kapitan olmadı. Əfsanə hansı figurdur? Kum. Silebi. Ay, sağ ol. Cüt əşyalar düzdür, 6 4 düzdür. Müəllimələr də baxa bilər. Uşaqlar, 3 komanda, Günəş, Ulduz, ay, hərəvizin üstünə 5 balda gəldim. Afərin, alqışlayıram, testi çox gözəl işlədim. Afərin. Günəş komandası neçə balınız oldu? 5 ilə 5. Yox, cəmi. 5'ten 5. Oo, alqışlayın. Muradın komandası, ay komandası 4 ilə 5. Neçə bal eləyir? 4'ün üstə 5 gəlində neçə eləyir Murad? Salmıyorsun bunu. Salmıyorsun sen. Murad, çok canavara koydum ben. Malzemeler bile altında. Yo yo Murad gir bak. Ceyran say görün. 4'ün üstə hə, yaxşı. 4'ün üstə 5 gəl gör neçə eləyir. 5 yok, 4. Üstüne 5 de gel. Gel de gel. Hə. 6. Neçə eləyir? Yok, 4'ün üstüne 5 gel Murad. Bak 4'tür, 5 tane de gel. 1 say. 1, aferin. Hə. 3, hə. Ben yapacağım. 4. İndi say gör neçə bal elədi. Ay sağ ol, sən bilirsən sənin o 9 bal. Sonra əfsanə bir komandası oldu. Neçə bal eləyir? 3'dən 5. Əfsanə neçə eləyir gözüm? 3'ün üstə 5 gələndə neçə eləyir? Allah dikkat to istiyor. Allah Allah əfsanə. 3'ün çək. Yox, qoy özü gəlsin. 3'ün üstünə gəl. Hə, hə. 3, 4, 5, 5. Yox, 3'ün üstünə 5 gəl. Say da. Sakit. Sənə nə oldu belə? 3. İndi say 5 dənə də say. 5. Ay, sağ ol. Cəmi neçə oldu say görün. Evvelkin Ay, altısı sağ ol. Neçə bak? Evvelkin altısı da burada. İndi hamı diqqətlə mənə qulaq asın uşaqlar. Sen bir Diqqətlə mənə de qulaq asın. bir saat az var. Sakit. Günəş komandası buradan düzlənin. Ay komandası siz də buradan düz-üzə. Siz oturursunuz. Ulduz komandası oturun. Gəl bura. Buradan aşırı duduqlarım. Belə sırana düz-üzə. Əfsanə, Vaqif, keçirsiniz ora. Əfsanə, Vaqif. Sən getirsən Madonna bura. Ayşən dur bura səndə. Sən də bura, sən də ora. Turan sən də bura. Sakin. Sen de bu yapacağım. Onu yapacağız. Sakin. Yox, hamısına elə 10 dənə, ona qədər. Belə
Elə üzülürsüzdə ki, hamı sıranın düzüm, onlar görmürlər axı. Vaqif gəl. Bax belə, tam dur belə. Gəl sən də bura. Eləyir rəqəmlər görsünlər. Bax, indi uşaqlar, hamının diqqəti məndə olsun. Çatmadın o, gəl burada dur. Belə, biraz usta ortaya gətir. Gəl sən də bura, Duran. Gəl sən də Məmməd əli. Eşki biraz qabağa dur sən. Bax, uşaqlar, hamımızın əlində ağ vərəqlər var. Ağ vərəqlərin üzərində həndəsi fiqurlar var. Biz deməli, mən 10 dairəsində rəqəmləri qeyd etməmişəm. Hər rəqəm sayında bir sayında bir həndəsi fiqur, 2 sayında 2 həndəsi fiqur. Məqsədimiz nədir uşaqlar? Deməli, siz baxın, oxşar fiqurları düşünün, üstünə gəlməklə görək, hansının cəmi 10 edər. Birinci bu komanda başlayır, bu komandadan tapmağa. Bax uşaqlar, siz deyirsiniz, cavab vermirsiniz əfsanə. Birin üstə neçə gəlsən 10 edər. 9. Neçə? 9. Bəs uşaqlar, 2'nin üstə neçə gəlsə 10 edər. 8. Neçə? 8. 2 kimdədir? 2 arkada. Bəs 8 kimdədir? Leyla'da. Leyla'da. Bəs 5'in üstə neçə gəlsək 10 edər. 5. 5. İndi Eşkingil'in komandası. Qulaq asın Eşkingil. 3'ün üstə neçə gəlsək 10 edər. Tez görün 3 kimdədir, onu oxşar nədir? Sayın tapın. 3 şeydədir. Hə, 3 tapın. 3'ün üstə neçə? 7. 3'ün üstə neçə gəlsək 10 edər? Neçə aydan? 7. Sən biraz qabağa dur belə. Bəs uşaqlar, 4'ün üstə neçə gəlsək 10 edər? 6. Necə? 4 kimdədir? 4 arkanda. Bəs 6 kimdədir? Aşağıda. Ay, sağ ol, görün bilirsiniz. 5'in üstə neçə gəlsək 10 edər? 5. Şimdi sakit dayanın. Tamam, ben de katlanırım. Sakit ol. Sakit, alın. Gel, otur, Fərid. Gel. Hara gelirsən? Fərid dur, hələ tutarmıyor. Alın, Ceylan. Ayşen, alın. İndi bu komanda. Sakit. İndi bu komanda. Siz bakın. Düz tutamı gör. Birinin üstə neçə gəlsək 10 edər. Sayın görün. Birin üstə neçə, bir kimdədir? Onu oxşar figuru tez sayın. Bir kimdədir? Sayda say. Birin üstə neçə gəlsək 10 edər. 9 kimdədir? Ceylanda. Bəs 2'nin üstə neçə gəlsək 10 edər. 8 kimdədir? 2 kimdədir? 2 Ayşe. 5'in üstə neçə gəlsək 10 edər. 5 kimdədir? 5 kimdədir? Yox, bu kanaldada. 5 kimdədir? Ay, sağ ol. Bu hansı figurdur? 3 burada. Bu hansı figurdur? Bu hansıdır? Düz burada. İndi siz deyin görün. Bu hansı figurdur bu kanaldakisi Murat? Ama. Ay, sağ ol. Daire. Kvadrat. Kvadrat. Sağ ol. Bana böyle şey geldi, hadi. Sakin. Hamı dursun ayağa. Hə. Sağ ol müəllimə. Sırayla grupa. Var.
Yox. Biraz işıq şey olanda həyəcanlandım ki, baxmada. Yəni hər birimiz bilirik ki, bu məşğələni müzakirə edəndə, müzakirəsində bir